Əsas intihar səbəbləri nədir yeniyetmələrdə? Bakıda Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə 4-cü milli və 2-ci beynəlxalq pediatriya konqresi öz işini yekunlaşdırıb. 2 gün davam edən konqresdə çox profilli panel sessiyaları, yerli və xarici mütəxəssislərin elmi məruzələri, pediatriyanın aktual problemlərinə həsr olunmuş müzakirələr həyata keçirildi. Tədbirin sonunda isə autizm spektr pozuntusu, yeni yanaşmalar və yeniyetmə intiharları mövzusunda panel müzakirələrə həsr olundu. İlk olaraq çıxış edən uşaq və yeniyetmə psixiatrı Ceyhun Səfərov autizmin risk faktorlarına diqqət çəkib. Ananın yaşının böyük olması, 40 yaş üstü, 40 yaş sonrası hamiləliklər və doğuşlar, yəni ata yaşının 40 yaş üstündə olması və iləri dədə yaşı, özəlliklə ananın atasının yaşının iləri olması da risk faktoru olaraq dəyərləndirilir. 35 həftədən əvvəl doğuş, yəni prematur uşaqlar daha risklidir. Yenə bətindaxili 20-ci həftəyə qədər düşük riski olan uşaqlarda, yəni autizm sıxlığı daha çoxdur. Və bu da çox önəmli şeylərdən biridir. Ultrases hamiləlik dövründəki ultrases müayinələrinin də çox olması autizm spektr pozuntusunda risk faktoru olaraq dəyərləndirilə bilər. Çıxartmasına səbəb ola bilər. Daha sonra çıxış edənlər konqresi pediatriyada çağdaş problemlərin müzakirəsi, neonatal və uşaqlara yönəlik xidmətlərin təkmilləşdirilməsi, eləcə də müasir texnologiyaların tətbiqi baxımından mühüm platforma kimi qiymətləndirib. İkinci tərəfdən də Ölkəmizdə xüsusilə dünya standartlarına uyğun eyni məsləkdən olan həmkarların bir araya gələrək həm fikir mübadiləsi, həm yeni müasir elmi əsasları bərabər paylaşması, öyrənməsi çox dəyərlidir. Dünyada bu artıq illərdir tətbiq olunur, amma bizim ölkəmizdə bir çox tibb məsləyi spesifikasiya sahəsində bu deyək ki, konqreslər yeni sayılır, gənc sayılırlar və pediatrlarda məncə bu işin ən qabaqcıl məslək qruplarından biridir. Qeyd edək ki, Azərbaycan Pediatriya Cəmiyyəti ölkədə pediatriya elminin və uşaq sağlamlığının inkişafına xidmət edən aparıcı peşəkar təşkilatlardan biridir. Cəmiyyət mütəmadi olaraq yerli və beynəlxalq elmi tədbirlər keçirir, pediatrların peşəkar təkmilləşməsinə dəstək göstərir və uşaq sağlamlığı sahəsində elmi araşdırmaları təşviq edir. əgər yeniyetmədə belə bir şey görürük.